O zaman biraz rahatlaşacağıq ki, insanlara, həmçinin övladlarımıza və ya müəllim isə şagirdlərimizə, tələbələrimizə bəzi bizim xoşumuza gəlməyən deyim, yəni yanlış demirəm, bizim xoşumuza gəlməyən xüsusiyyətləri nümayiş etdirməyə imkan versək. Daha doğrusu bu hüququ onların əlindən almasaq. Baxın, biz böyüklər olaraq əsəbləşə bilərik, etirazımızı bildirə bilərik, istəyə bilərik, eyni zamanda istəməyə də bilərik, qəribə şəkildə narazılıqlarımızı bildirə bilərik, qışqıra bilərik, valideyn iclaslarını, WhatsApp qruplarını düşünün. Amma uşaq eyni şeyləri eləyəndə bu olur problem. Yox, o da insandır. Onun da duyğuları var, onun da nədənsə xoşu gələ bilər, xoşu gəlməyə bilər. Bir şeylə razılaşdığı kimi başqa bir şeylə razılaşmaya da bilər. Uşaq eləyəndə niyə normal olmur ki? Uşaq bu duyğuları niyə yaşamasın ki? Uşaq böyüyə əsəbləşməsin, yaşıdları ilə əla yola getsin, bacı-qardaşları ilə can deyib can eşitsin. Onda bu əsəb duyğusu nə üçündür? Bu duyğu nə vaxt istifadə edəcək? Nəysə oldu, kədərləndi. Kədərlənməsin. Bəs onda bu duyğu insanda ümumiyyətlə nə üçün lazımdır? Yoxsa onu da biz müəyyənləşdirməliyik ki, hansı duyğunu harda, necə, nə vaxt, nə qədər istifadə eləsin? İmtahan gəldi, həyəcanlanmasın. Və bu həyəcan duyğusunu imtahanda yaşamayacaqsa, harda yaşayacaq? 4 yaşında qaranlıqdan qorxur. İstəyir ki, qorxmasın. Bəs nə vaxt qorxsun? Böyüyəndə hər hansı bir addım atmaqdan qorxmaqdansa, balaca olanda qaranlıqdan qorxmaq daha yaxşı deyil. Valideyni hansısa bir məsələdə tənqid eləməsin, müəllimi eləməsin, hər şeylə razılaşsın. Bəs bu tənqidi nə vaxt eləyəcək? Öz fikrini nə vaxt bildirəcək? Yəni demək istəyirəm ki, uşaqlar da böyüklər kimi hər bir duyğunu zaman-zaman təcrübə edə bilərlər. Burada qəribə heç nə yoxdur. Bütün duyğular yaşanmaq, hiss etmək üçündür. Bunların yeri, zamanı, tərzi isə standart deyil. Biz müəyyənləşdirmirik. Biz sadəcə müşahidə edə bilərik. Ona görə də nə olar? İmkan verin, onlar da yaşasınlar.